Hücuma dair bu istiqamətdə gələn açıqlamaları efirimizin gedişatında diqqətinizə çatdıracağıq. Müzakirələrlə davam edirik əlbəttə ki. Studiyamızın qonağı var. Bizimlə birlikdə siyasi şərhçi Əhməd Şahidovdur. Əhməd bəy, xoş gəldiniz, xoş gördük. Axşamınız xeyir olsun. Əhməd bəy, biz ötən həftə Cenevre görüşlərindən danışırdıq. Əslində elə bu həftə ərzində, hətta həftəni yekunlaşdırmamışıq. Hətta Abbas Araqçı müsbət keçdiyinə dair açıqlama verdi. Amma bugün nə oldu? Birləşmiş Ştatlar və İsrail İrana hücuma başladı. Əgər danışıqlar masada davam edirdisə, bu hücum variantına niyə əl atıldı? Gözlənilən idi əslində. Çünki ötən ildə elə 12 günlük müharibə, bilirsiniz ki, müharibə öncəsi Omanda ABŞ və İran arasında danışıqlar davam edirdi və danışıqlarda müəyyən müsbət dinamika müşahidə olunurdu və qəflətən İsrail İrana hücum etməklə elə bu danışıqları pozmuş oldu və sonradan növbəti mərhələdə ABŞ məcburan müdaxilə etməli oldu. Eyni təkrar ssenaridir. Bugün ABŞ-la İran arasında Cenevredə çox müsbət, hər iki tərəfin müsbət adlandırdığı danışıqlar getdiyi halda yenə İsrail İrana hücum elədi. Təbii ki, İran buna qarşılıq verdi və İran həm də bir planlaşdırılmış bir səhvini təkrarladı. ABŞ-ın bölgədəki, Körfəz ölkələrindəki hərbi bazalarına hücum eləməklə artıq ABŞ-ı bu müharibəyə müdaxilə etməyə məcbur elədi. Eyni zamanda niyə planlaşdırılmış səhv deyirsiniz? Çünki İsrail hücum etdi, ardınca Birləşmiş Ştatlar dəstək verdi. Yəni əslində İsrail bunu planlaşdırırdı ki, İran İsrail ərazisinə hücumlar, raket hücumları təşkil eləyir, amma atılan raketlərin 98-99% havadan zərərsizləşdirilir. İranın ABŞ ərazisinə hər hansı bir hücum etmək imkanı yoxdur. ABŞ-ın bölgədəki maraqlarını özündə əks etdirən Körfəz ölkələrində ABŞ-ın bir sıra hərbi bazaları var ki, İsrail əslində bunu niyyət eləyirdi ki, bunu planlaşdırırdı ki, İran məcburan və ya tələsik bir emosional qərar verərək ABŞ-ın hərbi bazalarına hücum eləsə, artıq bu ABŞ-ın bu müharibəyə müdaxilə etməsinə gətirib çıxaracaq ki, bu da elə baş verdi. Bəhreyn ərazisində, Qətərdə, Səudiyyə Ərəbistanında, digər Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum etməklə artıq ABŞ buna müdaxilə etdi. Bugün artıq bu müharibə, geniş miqyaslı müharibəyə keçmək astanasındadır. Hərçənd ki, tərəflər bir qədər tərəddüd eləyirlər. Hər iki tərəf, istər ABŞ, İsrail olsun, istər İran olsun, bir qədər çəkindirici addımlar atırlar. Son həmləni, öldürücü zərbəni vurmaqdan çəkinirlər. Xüsusən də İsrail, ABŞ nəzərdə tuturan. Bunlar istəyirlər ki, İran danışıqlar masasında müəyyən güzəştlərə geçsin. Görünən odur ki, Cenevrədə İran əsas prinsiplərindən geri çəkilməyib. Nüvə danışıqları üzrə müəyyən kompromislər əldə olunsa da, İran qarşısında bir sıra şərtlər qoyulmuşdur. Uzaq mənzilli raketlərin istehsalının dayandırılması, yaxın şərqdə, istər Livanda Hizbullah olsun, Yəməndə Husilər, İraqda Şiə milislərin dəstəklənməsi məsələsinin dayandırılması tələbi var idi ki, İran buna razı olmur. Bəli, çox sərt tələblər ortaya qoyulmuşdu ki, İran buna razı olmayıb və bu baxımdan artıq İrana hava zərbələri davam elətdirilir. Burada digər təhlükəli bir ssenari Körfəz ölkələrinin, Ərəb ölkələrinin İrana qarşı səfərbərliyini təşkil eləməkdir ki, bu artıq həm İsrail üçün, həm ABŞ üçün ən arzu olunan bir ssenaridir ki, yəni Körfəz ölkələri, belə deyək də, müsəlman ölkələri bir-birlə müharibə aparsınlar. Bu, ABŞ üçün, İsrail üçün daha az canlı itki deməkdir, hərbi texnika itkisi və maliyyə itkisidir. Çünki İran çox böyük bir əraziyə sahib ölkədir. İranı tamamilə ram etmək üçün quru əməliyyatları qaçılmazdır. Yəni, bugün Amerikalı ekspertlər, hərbi ekspertlər bildirirlər ki, ən azı 100 min nəfərlik canlı ordu lazımdır ki, onlar İran ərazisinə daxil olsunlar. Bu belə, bu məsələni yekunlaşdırmağa kifayət eləməyəcək. Çünki az öncə dediyim kimi İran İslam Respublikası böyük əraziyə malikdir və İranda dövlətin o siyasi sütunu bir qədər şiə ideologiyasına bağlıdır. Ali rəhbərliyi ilə hüquq mühafizə orqanları ordu arasında bir ideoloji bağlılıq var. Bu baxımdan 88 milyonluq bir İranı hərbi əməliyyatlarla ram etmək bir qədər çətindir. Ona görə düşünmürəm ki, ABŞ və İsrail buna gedəcəklər.
Bu uzun müddətli müharibə deməkdir, müharibənin miqyasının genişlənməsi deməkdir. Amma havadan zərbələr endirməklə, strateji hədəfləri, dövlət binalarına, hərbi obyektləri vurmaqla ən azı danışıqlar masasında rəsmi Tehranın mövqeyinin bir qədər yumşaldılmasına nail olmağa çalışır. Yəni təzyiqlərlə Tehrandan istədiklərini almağa çalışırlar. Hücuma başlamazdan əvvəl elə səhər saatlarında məlumat paylaşıldı. Birləşmiş Ştatlar və İsrailin əsas hədəfləri, istədikləri nədir? Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, dini liderin ofisi artıq bu istiqamətdə xəbərlər gəldi deyə, vurulub deyə. Atom Enerjisi üzrə Agentliyin binası və nüvə obyektləri. Hələ ki vurulan istiqamətlərə baxdıqda xahiş edəcəm az əvvəlki görüntünü ekranlara gətirir. Hansı ki İranın vurulduğu ərazilər. Həmin ərazilərdə biz İsfahanı, bu şehri görürük və həmin xəritələrə baxdıqda biz nəyə görürük? Həm nüvə obyektinin yerləşdiyi nöqtələr vurulur, eyni zamanda strateji obyektlərin, bəli, bu nöqtəyə Çabahar daxil olmaqla strateji obyektlərin yerləşdiyi nöqtələr hədəf seçilir deyə bilərik. Amma bugün axşam saatlarına doğru biz beynəlxalq reaksiyanı gördük. Bir susqunluq var idi. Niyə var idi bu susqunluq? Ümumiyyətlə, ABŞ-ın müdaxilə elədiyi bir müharibədə biz beynəlxalq ictimaiyyət deyəndə əsasən Avropa ölkələrini, Avropada yerləşən beynəlxalq təşkilatları nəzərdə tuturuq. Mən inanmıram ki, ABŞ və İsrailin bu hərbi müdaxilə hansısa bir qərb yönümlü təşkilat sərt şəkildə qınasın. Əksinə, İranın körfəz ölkələrinə hücumları bugün qınanır. Hətta bəzi ABŞ müttəfiqi olan bəzi Avropa ölkələrinin də hərbi mövcudluğu var Körfəz bölgəsində. Elə İtaliyaya məxsus bugün hərbi bazaya, İtalyan əskərlərinin olduğu hərbi bazaya raket hücumu olub. İtaliya Baş naziri Meloni bununla bağlı Təhlükəsizlik Şurasının iclasını toplayıb. Görünən odur ki, bu müharibədə İranın atdığı addımlar, düşünülmüş və ya düşünülməmiş, bəzən məcburən etdiyi səhvlər İrana qarşı beynəlxalq koalisiyanı daha da genişləndirir. Bugün BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Sizcə yəni müəyyən bir nəticəsi olacaqmı? Ümumiyyətlə, BMT-nin Təhlükəsizlik Şurasının hansısa bir qərara, nəticəyə gələcəyini zənn etmirəm. Ən azı daimi şuranın 5 üzvündən ikisi Rusiya və Çin İranın tərəfindədir. Bugün rəsmi Moskva açıq şəkildə bildirdi ki, İsrailin müdaxiləsindən sonra Rusiya İranı dəstəkləyəcək. Bu baxımdan Təhlükəsizlik Şurasının hər hansı bir qərarının çıxacağını və ya bu qərarın effektiv olacağını zənn etmirəm. Artıq dünyada elə bir yeni düzən yaranıb ki, BMT Təhlükəsizlik Şurası sadəcə müşahidəçi qismində çıxış eləyir. Bu baxımdan İrana zərbələr, İrana havadan zərbələr və İranın atdığı addımlar İrana qarşı koalisiyanı genişləndirməkdədir. Görünən odur. Bugün İrana qarşı təkcə İsrail və ABŞ deyil, Səudiyyə Ərəbistanı, Oman, Qətər, Bəhreyn, artıq Misirdən müəyyən açıqlamalar var ki, İrana qarşı cəbhəni genişləndirməklə bağlı bir senari var. Təbii ki, bu proseslər bizim yerləşdiyimiz regiona da, Cənubi Qafqaza da ciddi təsir edir. Bu baxımdan Azərbaycanın tutduğu mövqe çox uyğundur, tərəfsiz, heç bir halda münaqişə tərəflərinin tərəf tutmadan rasional, soyuqqanlı olaraq biz bu münaqişəni belə deyək, kənardan izləyirik. Eyni zamanda bunun yarada biləcəyi fəsadları da Azərbaycana birbaşa təsir var. Yaxın perspektivdə təbii ki, İrana olan bu hücumlar, İran böyük neft qaz ehtiyatlarına sahib bir ölkədir. Dünyada neftin, qazın qiymətinin artması deməkdir. Bu ilkin mərhələdə Azərbaycan üçün müəyyən dividendlər, maliyyə gəlirləri gətirsə də, amma böyük planda baxsaq, bölgədə qeyri-sabitlik Azərbaycan üçün də müəyyən risklər yaradır. Azərbaycanın bir enerji təchizatçısı olan nəqliyyat qovşağında yerləşən bir ölkə olduğunu nəzərə alsaq, sərhədlərimizdə milyonlarla qaçqın və məcburi köçkinin toplaşması, sərhəd təhlükəsizliyi və ya İranın, rəsmi Tehranın məcburən xarici siyasət ritorikasında müəyyən sərt addımlar atmağa məcbur edə bilər. Bugün İran elə bir sıxışmış bir vəziyyətdədir ki, artıq hər kəsi özünə düşmən gözündə görür. Ərəb ölkələrinə raket hücumları təşkil edir. Müəyyən informasiya, kiber təxribatlar ola bilər. Azərbaycan-İran arasındakı münasibətləri pozmağa yönəlir. Təbii ki, bu dövrlər, xüsusən də 12 günlük müharibədə də biz bənzərini gördük. Yeni bir xəbər var, bunu da sizin də tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Az əvvəl məlumat vermişdik. Xarici İşlər Nazirliyinin bəyanatı da var idi. Son gələn məlumata əsasən Birləşmiş Ştatlar və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib. Belə ki, 7 Azərbaycan vətəndaşı İrandan təxliyə olunub. Bugün saat 8-dən 20:00-a qədər 7 vətəndaşın Azərbaycana keçidi təmin olunub. Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi dediyimiz kimi mövcud vəziyyətlə bağlı İranda olan Azərbaycan vətəndaşlarına çağırış etmişdi. Ya Türkiyə və ya Azərbaycan sərhədi ilə keçmə istiqamətində. Son olaraq bir məqama nəzər yetirməkdə fayda var. Mən bildirim qədərilə siz başqa bir efirə də çatmalısınız. Az sonra biz Rusiya bağlanacağıq, amma xahiş edəcəm
bizim Moskvadakı müxbirimiz Akşin kişi bir qədər gözləsin. Çünki burada Rusiyanın mövqeyi maraqlıdır. Ona görə sizin ilkin olaraq mövqeyinizi alaq. Rusiya və Çin bu münaqişəyə qədər, hücuma qədər müəyyən bir dəstək göstərdilər. Hərbi hazırlıqlar həyata keçirdilər. Və son gələn məlumata əsasən Təhlükəsizlik Şurasının iclası da keçirilib Rusiya tərəfində. Necə dəstək ola biləcəklər prosesin gedişatında? Ümumiyyətlə Rusiya İrana dəstəyini bu Ukrayna müharibəsi fonunda iki ölkə arasında müəyyən ciddi hərbi əməkdaşlıq qurulub, formalaşıb, dərinləşib deyə bilərik. Xüsusən də ötən il 12 günlük iyun müharibəsindən sonra İsrail-İran arasında Rusiyadan havadan müdafiə sistemləri, hətta Su-34 qırıcıları da İrana təchiz olunub və son həftələr Çindən, Rusiyadan İrana hərbi yük təyyarələri mütəmadi səfərlər edir. Görünən odur ki, İran bu müharibəni gözləyirdi, bu hücumu gözləyirdi və Rusiyadan, Çindən müəyyən dəstək alıb və bugün Rusiya və Çin hələ ki gözləmə mövqeyindədir. Təbii ki, bəyanatlar verilib, Moskva bildirir ki, İranın yanındadır. Bu yenə də qısa müddətli davam eləsə ki, hərçənd gözlənilən senari budur. ABŞ və İsrail istəyir ki, mütəmadi olaraq belə hücumlar təşkil etməklə İranı yormağa çalışırlar. İran gücdən düşsün, masada, danışıqlarda daha yumşaq mövqe tutsun. Amma uzun müddətli müharibəyə keçsə, bu təbii ki, regional bir müharibəyə keçə bilər. Artıq Rusiya üçün konkret mövqe sərgiləmək məcburiyyətindədir. Çünki İranın təslim olması, İranda Tehranın hakimiyyətinin, Xamneyi hakimiyyətinin düşməsi növbəti mərhələdə Çin üçün böyük bir təhlükə mənbəyidir. Ona görə Rusiya və Çin düşünürəm ki, bir neçə gündən sonra bu münaqişə davam eləsə, artıq yenidən danışıqlar bəhanəsi ilə müəyyən masaya əyləşmək və bu hərbi əməliyyatları dayandırmaq barədə razılıq əldə olunacaq. Aydındır. Təşəkkür edirəm Məhməd bəy. Təşəkkür Minnətdaram edirəm, dəyərləndirməniz üçün. Dedik Rusiya və Çinin mövqeyini, Rusiyadan da Çindən də